Gəlib yetişdi Kazimeyn şəhərinə. Burada İmam Musa Kazım əleyhissalamla İmam Cavad əleyhissalamın qəbri şərifi yerləşir. İmam Musa Kazım əleyhissalamın ləqəbi Babul Həvaicdir, yəni hacətlər qapısıdır. İmam Muhammed Təqi əleyhissalamın ləqəbi isə Cavaddır, yəni səxavətlidir. Kazimeyn şəhərindən sonra isə gəlib yetişdi Samirra şəhərinə. Burada isə İmam Əli Nəqi əleyhissalamla İmam Həsən Əsgəri əleyhissalamın qəbri şərifləri var. Sonra isə həmin ziyarətgahın ərazisində yerləşən 12-ci imamımız İmam Məhdi əleyhissalamın qeybə çəkildiyi quyunu ziyarət elədik. Hal-hazırda Kufə şəhərindəyik, Kufə məscidindəyik və Meysəm Tammarın ziyarətindəyik. Təsəvvür edin ki, bu qədər insan İmam Əli əleyhissalamı sevənin qəbrini ziyarət edir. İmam Əli əleyhissalamı sevmək insanı dəyərləndirir. Tarixi və mənəvi hadisələrlə dolu olan Kufə məscidi. Bu məsciddə Müslim İbn Əqilin şəhadətə çatdığı yer, İmam Əli əleyhissalamın zərbətləndiyi həmin o mehrab, Müslim İbn Əqilin qəbri şərifi, Muxtarın qəbri şərifi və İmam Əli əleyhissalamın evi mövcuddur. Bu yerlərdə insan özünü çox qəribə hiss eləyir. Bu hissləri sözlə ifadə eləmək heç mümkün deyil.